Əşrəf Hacıyev, son görüş. Anam telegram aldı. Martın 11-də Tiflisdə olacağım. Cəbhəyə gedirəm. Gəl, uşağı da gətir. Telegramı oxuyub gözü yaşlı, əli qoynunda dinməz söyləməz durdu. Telegram ləngimişdi. Sabah vədə günü idi. Kənddən stansiyaya azı 100 kilometr yol olardı. Qatara çatmaq müşkül idi. Niyə durmuşam? O, yükün altındakı yekə çamadanı dartıb çıxartdı. İçindəki pal-paltarı qucaq-qucaq evin ortasına tökdü. Bir an fikirli halda boş çamadana baxdı. Sonra başını qaldırıb, həyəcan oxunan gözlərini nənəmə zillədi. Ümidsiz soruşdu. Nə götürək, nə aparaq? Rəngi qaçmış nənəmin əl-ayağı əsirdi. Toyuq qızardım, halva çalım, deyə nənəm alçaqdan pıçıldadı. Artıq toyuqlar ağaca qalxmışdı. Budaqda yumurlanıb başlarını qanadlarının altında gizlətmişdilər. Nənəm ağacdan xoruzu salmağa getdi. Anam rəfdən sabun götürüb mənim qolumdan yapışdı və eyvana dartdı, soyundurdu. Suyu dolçalayıb üz-gözümə, boyun boğazıma çırpır, məni yuyundururdu. Onun arıq, quru əlləri soyuq idi, titrəyirdi. Dodaqaltı deyinirdi. Başının tükü gözünə tökülür. Adama oxşamırsan, atana necə görsənəcəksən? Dəlləkdən qaça-qaça axırda nənəmin hənirtrisi onun sözünü yarımçıq kəsdi. Tifili az danla dedi. Özünü də üzmə, qismət olsa gedib çatarsınız. Anam məni buraxıb dəsmalı üstümə atdı. Tapşırdı ki, qurulanım. Sandıqdan təmiz paltar tapıb geyinim. Özü isə nənəmə kömək elədi. Anam başı bədənindən ayrılmış xoruzu qaynar suya salıb çıxarır və cəld hərəkətli tüklərini yolur. Nənəm tavaya yağ, un salıb qarışdırırdı. Eyvanı əriyən yağın, un yanığının ətri bürüdü. Ağzım sulanırdı, ancaq özümü saxlayırdım. Deyirdim ki, bunları atam yesin. Köynəyimi və şalvarımı götürüb otağın başında qoyulmuş köhnə güzgünün qabağında durdum. Alnıma, qulağımın üstünə tökülən saçlarımı əlimlə yana elədim. Köynəyi də, şalvarı da əynimə taxdım. Şalvar yekə idi, düşürdü. İcazə almadan atamın sandıqdakı qayışını götürdüm. Mənə elə gəldi ki, atam belimdən yapışıb məni başı üstə qaldırdı. Qayışın dəlikləri düz gəlmirdi. Qayçının ucu ilə 4 dənə dəlik açdım. Belimə çəkib möhkəm-möhkəm bağladım. Yun corabımı da geyib nənəmin yanına getdim. Dədəni mənim ağzımdan öpərsən. Hə, sonra deyərsən ki, tez gəlsin. Yadında saxla, özün də yaxşı bax üz gözünə. Gör arıqlamayıb ki, kefini soruş, bildin? Nənəm danışdıqca başımı tərpədib sözlərini təsdiqləyirdim. Amma gözüm tavada qalmışdı. Halvanın iyi burnuma vurur, ağzımın suyu axırdı. Ancaq nədənsə halva istəməyə utanırdım. Atam üçün pişirilirdi, necə istəyəydim. Deyərsən ki, nənəm öz əli ilə pişirib. Yadından çıxartma, ha. Denən tələsik oldu, aş pişirə bilmədim. Qayıdıb gələr, pişirərəm. Bircə gəlsin. Hər şey hazır oldu. Nənəm dedi ki, çamadanı götürməyin, ağırdır, əl-ayağınıza dolaşacaq, zəmbil bəs edər. Elə də etdik. Anam da paltarını dəyişdi, qıraqları güllü, soğanı kəlağayısını başına saldı, qara pencəyini geydi. Onun paltosu yox idi. Mənim də isti geyimdən pambıq sırıqlım vardı. Nənəm bizi yol üstünə çıxartdı. Yol qaranlıq və kimsəsiz idi. İns-cins gözə dəymirdi. Anam da, nənəm də gözlərini yuxarı gədiyə dikib qara dinməz durmuşdular. Gündüzlər buradan təkəm seyrək maşın keçərdi. İndi əl-ayaq çoxdan yığışıb. Harda idi maşın? Gədikdən soyuq külək əsirdi. Hələ yaz girməmişdi. Yerdə qar olmasa da küləklər dağların şaxta çovğununu gətirib kəndi kəsəyi soyudurdu. Soyuqdan qorunmaq üçün nənəmlə yolun qırağında qoz ağacına daldalanmışdıq.
Təkcə anam yolun ortasında dayanmışdı. Üzünü küləyə sarı çevirib əllərini ovuşdururdu. Nənəm onu qoz ağacının dibinə çağırırdı. O inadla boyun qaçırır, maşın olsa bizi görməyib ötəcəyindən ehtiyat edirdi. Dəqiqələr ağır-ağır ötür və getdikcə ümidimizi qırırdı. Mən üşüyürdüm. Nənəm qollarını boynuma dolayıb məni özünə sıxmışdı. Qalın yun şalının ətəyini çiynimə salmışdı. Vaxt keçir, nə nənəm dillənir, nə anam durduğu yerindən tərpənirdi. Maşın olmayacaq, evə qayıdaq deməyə ürək eləmirdim. Bir xeyli beləcə səssiz-səmirsiz gözlədik. Birdən anam dilləndi. Qədikdə işıq var. Nənəmlə mən yolun içinə yüyürdük. Lap uzaqda qırmızımtıraq gözcüklər parıldayırdı. Şəksiz maşın idi. Bayaqdan bəri susan nənəm yeyin-yeyin danışırdı. Özünüzdən müğayət olun. Mitəhdə çoxlu-çoxlu öpün. Şikayət eləməyin. Ürəyinə xal düşər. Deyin, yaxşıyıq, hər şeyimiz var, gözümüz yoldadır. Maşın yetişib əyləndi. Bu, rayona ərzaq daşıyan hərbi maşın idi. Anam stansiyaya getmək istədiyimizi, tələsdiyimizi qırıq-qırıq rus şoferə başa salmağa çalışdı. Sonra da teleqramı uzatdı. Şofer kibrit yandırıb teleqramı oxudu və kuzovu göstərdi. Anam məni qaldırıb kuzova qoydu, zəmbili verdi, özü də yuxarı qalxdı. Maşın tərpəndi. Nənəm nə isə çığırdı, ancaq motorun gürültüsü onun səsini batırdı. Maşın quş kimi uçurdu. Başımızın üstündə külək vıyıldayırdı. Taxtaların aralarından keçən küləkdən qorunmaq üçün anam başımı pencəyinin ətəyi ilə örtmüşdü. Bədənim qızışırdı. Oyan, çatmışıq. Qulağımın dibində anamın səsini eşidib güclə gözlərimi açdım. Heç nə anlamırdım. Bircə onu bildim ki, evdə deyiləm. Ətraf qaranlıq idi. Mən büzüşə-büzüşə anamın əlindən tutdum. Şofer məni özünə tərəf dartdı, havaya qaldırıb yerə qoydu. Anam özü düşdü. Şoferə təşəkkür elədi. Sonra biz alçaq artırmadakı qapını açıb içəri girdik. O vaxta kimi vağzal görməmişdim. Odur ki, gözləmə zalına girəndə quruyub yerimdəcə qaldım. Anam da durdu. Qabağa getmək mümkün değildi. Hündür skamyalar arası keçidlər də tutulmuşdu. Skamyada yatanlar bir yana dursun, bir çoxları divara söykənib, başqaları torba və çamadanların üstündə oturub mürgü döyürdülər. Bu boyda zalın bircə lampası vardı. Onun qırmızımtıraq işığında adamların yuxulu üzləri solğun və xəstə görünürdü. Anam kimdənsə Tiflis qatarının keçib-keçmədiyini soruşdu. Dedilər ki, bir qatar ötüb. O birisinin vaxtına yarım saat var. Ancaq kassa bağlıdır. Nədənsə anam həyəcanlandı. Bir qapını döydü. Gəl deyə çağırdılar. Stolun arxasında ağ saçlı kişi əyləşmişdi. Anam bilet xahiş etdi. Bilet satmırıq bacı, deyə kişi gözlərini aşağı dikdi. Satsaq da nə xeyri var, onsuz da vaqonların qapısını açmırlar. Zala baxın, oradakıların çoxu neçə gündür qatara minə bilmir. Anam dinmədi. Əlini qoltuğuna salıb, donunun yaxasında gizlətdiyi teleqramı çıxartdı. Kişi bir teleqrama, bir anama, bir də mənə baxdı. Fikirləşdi. Ürəyi yumşaldı. Bugün minməsək gec olar, deyə anam yavaşcadan dinləndi. Onun səsi elə zəif idi ki, bəlkə heç kişi eşitmədi. Kişi başını qaldırdı, gözlərini mənə zillədi. Atanın görüşünə gedirsən, hə? Yaxşı, sizi qatara özüm qoyaram. Sağ olun, heç bilmirəm necə. Kişi anamın sözünü ağzında qoydu. Hamımızın cəbhədə adamı var. Qatar gəldi, deyə anam pıçıldadı. Bayaqdan bəri yatan adamlar oyandılar, qaynaşdılar. Torba və çamadanları kimi əlinə, kimi belinə götürüb, basa-bas salaraq qarşı qapıya yönəldilər.
Skamyalar bir göz qırpımında boşaldı. Anamla mən yerimizdən tərpənmir, qapıya baxırdıq. Anam əsəbi halda əllərini ovuşdururdu. Onun rəngi qaçmışdı. Yəqin o kişinin vədinə xilaf çıxacağından qorxurdu. Amma bizə söz verən kişi tezliklə gəldi. Özü də tamam başqa tərəfdən. Mənə göz vurub gülümsədi və sevincək dedi: "Gedək." Bayıra çıxanda reyslər üzərinə düzülmüş otaqları görüm. Səs küydən qulaq tutulurdu. Adamlar bağlı qapıları və pəncərələrə hücum çəkirdilər. Dama da dırmaşanlar vardı. Kişi bizi qatarın arxa tərəfinə apardı. Pəncərələrdən birinin önündə dayanıb ucadan vaqon bələdçisini çağırdı. Bir qadın hay verdi: "Qapını aç." "Aça bilmərəm. Vaqon ağzına kimi dolub." "Bir uşaqlı qadındır, əskər ailəsidir," deyə kişi onu yola gətirməyə çalışdı və nəhayət vaqon bələdçisinin inadını qırdı. Kişi bizi itələyib içəri salanda artıq qatar tərpənmişdi. Bələdçi qadın qapını açarla kilidləyib, "Müsibətdir," dedi və üzünü anama tutub soruşdu: "Stansiya rəisinin nəyisiniz?" "Heç nəyi deyilik," deyə anam dilləndi. "Uşağı atası ilə görüşə aparıram. Sabah cəbhəyə yola düşür." Kişi kimi başına şapka qoymuş qadın yumşaldı. Əlini çiynimə qoydu. "Ürəyini sıxma, atanı görəcəksən, sizə yer də verəcəyəm." Doğrudan da vaqonda tərpənmək olmurdu. Bələdçi keçiddə dayanmış adamları itələyə-itələyə yol açır. Anam da mənim əlimi buraxmadan onun ardınca gedirdi. Vaqonun ortasında əskər paltarı giymiş hündürboylu bir kişiyə "Sən cavansan," dedi. "Qadına yer ver." "Nə deyirəm, gəlsin." Anam razı olmadı. "Qoy otursun, biz ayaq üstə durarıq." Lakin əskər geyimli kişi əl çəkmədi. "Mən özümə yer taparam," deyə anamı sakitləşdirdi. Sonra da yuxarı gözdən çamadanını düşürüb keçidə qoydu və əyləşdi. Bizimlə 13 nəfər adam vardı. Onların çoxu yuxulamışdı. Qalanları da mürgüləyirdi. Pəncərənin ağzında küncə qısılmış qoca kişi əskərlə söhbət edirdi. Müharibədən danışırdılar. Qoca soruşur, əskər də cavab verirdi. Əskər cəbhədən tapşırıqla Bakıya gəlib, yolüstü evlərinə baş çəkmişdi. Anasını, bacılarını görmüşdü. Deyirdi ki, qabaqcadan xəbərdarlıq etməyə vaxtı olmayıb. Gecə yarısı gedib kəndə, qapını döyüb, evdəkiləri oyadıb. İnanmazsınız, anam çırağı yandırıb üzümə tuturdu ki, görsün, yuxu görmür ki. "Ay ana," deyirəm, "yuxu görmürsən, mənəm, oğlunam." Əskərin qəflətən evlərinə gəlməsi qocaya ləzzət eləyirdi. Əvvəl qorxasan, sonra da baxasan ki, oğlun durub qabağında. "Vallahi sevincdən adamın ürəyi partlar," deyə əlini əlinə vurub gülürdü. "Sabah biz də gedəcəyik," deyə anam dilləndi. "O, Tiflisdə yolumuzu gözləyir. Ömrü uzun olsun stansiya rəisinin, kömək eləməsəydi, yerdə qalacaqdıq." "Xoşbəxt adamsan, qardaş," deyə əskər mənim başımı sığalladı. "Atanla görüşəcəksən. Mən atamı daha görməyəcəyəm. İkimiz birdən cəbhəyə getmişdik, vətəni qorumağa. Amma onun qara kağızı gəlib." Qara kağızın nə demək olduğunu bilirdim. O kağızdan bizim kəndə də neçəsi gəlib. Hər dəfə də vay şivən qopub. Gör mən nə xoşbəxtəm, atamı görəcəyəm. 2 ildə onu unutmuşam. Nə qədər fikirləşirəmsə, yaxşı xatırlamıram. Bunu anama deməyə qorxuram. Qorxuram ki, deyər, sən nə pis oğulsan, atanı yaddan çıxarmısan. Ancaq bilmirəm, necə olur ki, xatirimdən çıxır. Hər gün o qədər hadisə olur ki. Gör yadıma nələr düşür. Yazbaşı qaşqa düyəmiz öldü. Düyənin qarnı şişmişdi, gözləri yaşarırdı. Ot yemirdi, elə hey movuldayırdı. Mo, mo, mo. Heyvanın ağzı köpüklənirdi. Nənəm fırfıra kimi başına fırlanırdı. Boynu boğazını qaşıyırdı. Belinə yorğan salmışdı. Onun üçün yarma pişirirdi. Kömək eləmədi.
Bir səhər durub gördük ki, dizlərini qatlayıb, axurun qabağına çöküb, tərpənmir. Açıq gözləri də dombalıb, şüşə kimi soyuqdur. Nənəmin ümidi puç oldu. Oturub durub deyirdi ki, düyə yazda doğacaq, sənə bulama çalacağam. Böyüyəndə mal həkimi olacağam. Kəndimizdə mal həkimi yoxdur. Heyvanlar azarlayanda həkim tapılmır. Hələ ağzına gələn bir söz deyir. Vaqon isti idi, başım gicəllənirdi. Amma mən bütün gücümü toplayıb atamı xatırlamağa çalışırdım. Onu yola saldığımız yuxu kimi yadıma gəlirdi. Məktəbə atamdan sonra getmişəm. O bir məktubunda məni təbrik edirdi və tapşırırdı ki, yaxşı oxuyum. Yaxşı oxuyuram. Anam tez-tez deyir, oxumaqda atana oxşamısan. Bu söz mənim xoşuma gəlir. Hə, mən atama oxşayıram. Ağzım, burnum, gözlərim onunki kimidir. Elə isə onun ağız burnunu, baxışlarını niyə yadıma sala bilmirəm? Bir də baş açmaq olmur. Mən anamın, nənəmin tapşırığını yerinə yetirəndə deyirlər, atası kimi üzüyü oladı. Digər işdən buyurunu qaçırdın, o dəqiqə bütün günahı yıxırlar onun üstünə və nəsiyyət eləyirlər ki, atan kimi inad olma. Atam həm yumşaq, həm də bərk adamdır. Mən də elə olacağam, yumşaq və möhkəm. Özündən də soruşaram görüşəndə. İçəri gün işığı düşmüşdü. Vaqonda da adam seyrəlmişdi. Qatar gedirdi, çöllərdən keçir, kəndlərin yanından ötürdü. Çöldə yaz otu göyərmişdi. Hərdən naxır gözə dəyir, hərdən də öküz qoşulmuş kötanla yer şumlayan kəndlilər görünürdü. Əskər pəncərədən bayıra baxır və işləyən adamları görəndə fərəhlə qışqırırdı. Kötancılara baxın. Sonra deyirdi ki, əskərliyə çağrılanda traktorçuluq oxuyurmuş. İndi traktor yerinə tank sürür. Əlini göstərib deyirdi ki, kötanın dəstəyi barmaqlarını qabar eləyib. Baxın, deyirdi, qabarlar getməyib. Qoca da ona maraqla qulaq asır və ürəkləndirirdi. Qabarlar getməyibsə, deməli iş gücü unutmamısan. Allah edilsin, qabarlar getməmiş, müharibə qutarsın. Faşistlərin başını əzəcəyik. Əskər inamla başını dikəldib bildirdi. İlanın başına əzən kimi. Atam da məktublarında elə yazırdı. Yazırdı ki, əzəcəyik faşistlərin başına. Bunu tez əzmək olamazmı? Mən fikrimdən keçirir, amma soruşmurdum. Ürəyimdə öz-özümə fikirləşirdim. Adam ürəyində çox şey fikirləşir, amma dilinə gətirməyə ehtiyat edirsən. Deyəndə də dərs sərimiz başımızdan aşır, üstümə çəmkirirlər. Sən də başlamışsan qulağımızı dəng eləməyə. Anam soruşdu ki, saat neçədir? Əskər saata baxıb, çatmağa az qalıb, dedi. Anam ayağa durdu, məni aparıb əl-üzümü yudu, üst başımı səliqəyə saldı. Əli ilə köynəyimin əzik yerlərini hamarladı. Pendir də çörək verdi. Çörəyi iştahı ilə yeyib, üstündən su içdim. Keyfim duruldu. Dünəndən bəri anam mənə yamanca qulluq edirdi. Kənddə onun mənə baxmağa vaxtı qalmırdı. Sabah ertədən kolxoz işinə gedirdi. Sonra da gəlib həyətdə işləyirdi. Odun doğrayır, yer qazır, çay çörək hazırlamaqda nənəmə kömək edirdi. Evə girən kimi də iynə sap götürüb corab gözləyir ya da pal-paltarı yamayıb təzələyirdi. Dərslərimi xəbər alırdı, nəsihət verirdi ki, oxuyum, atam kimi olum. Həmişə də fikir, xəyal içində. Söz söhbəti də müharibə idi, atam idi, əskər qardaşları idi. Ancaq keyfsizləyəndə, yaxud qızdırmam olanda bütün iş gücünü atıb, məni oxşayıb, əzizləyir, üz gözümdən öpür və ağlayırdı. Mənə qalan təkcə sənsən, xəstələnmə, qurban olum, deyirdi. Qatar Tiflisə çatdı. Anam narahatlıqla dedi. Bu boyda şəhərdə onu necə tapacaq? Əskər, özünüzü incidib axtarmayın, deyə məsləhət gördü. Bazalda hərbi komendant var. Teleqramı ona göstərin. Elə də etdik. Komendant teleqramı gözdən keçirib, bir kənarda durmuş qolu qırmızı sarıqlı əskərlərdən birini səslədi.
O da bizim yanımıza düşüb vağzal meydançasına yollandı. Hərbi maşınlardan birinə əyləşdirdi. Maşınla xeyli yol getməli olduq. Şofer deyirdi ki, atamgil düşərgədədirlər. Maşın Kürün körpüsündən keçib sürətlə irəliləyirdi. Yol da qarışqa yuvasının yoluna oxşayırdı. İşlək idi. Tez-tez əskərlərə rast gəlirdik. Maşınları, atlar qoşulmuş furqonları da başı pilotkalı, şinelinin üstündən bellərinə enli qayış çəkilmiş saldatlar sürürdülər. Piyada saldatlar isə əllərini yelləyə-yelləyə adımlayırdılar. Elə bil belləri bükülmürdü. Arada qızıl paqonlu zabitlərə də təsadüf edirik. Maşınımız furqonların, saldatların yanından vıy eləyib keçirdi. Mən də, anam da diqqətlə ötənlərə baxırdıq. Bizim rayonun yolu üstündə yerləşən kəndimizə hərbi geyimli adamlar ildə 1 və ya 2 dəfə baş çəkərdilər. Onda da uşaqlı böyüklü hamı onların başına toplaşırdı. Rayondan ordu üçün ərzaq daşımağa hərbi maşınlar göndərilməsi keyfimizi kökəltmişdi. Onları görməkdən ötürü axşamacan yığışıb yolda dururduq. Saldatın maşın sürməsi bizə qəribə təsir bağışlayırdı. Bu şofer saldatlar arasında Jor adlı bir gürcü də vardı. Qaraqaş, qaragöz bir oğlan idi. Hərdən maşını saxlayıb bizə deyirdi: "Gina svali, davay qulay." O dəqiqə maşına doluşurduq. Jora 15-20 dəqiqə maşınla bizi kəndin ətrafında dolandırır və axırda qaytarıb şoseyə çıxarır. Mirvari kimi dişlərini ağardaraq "Qulay, yaxşı" deyə göz vururdu. O Azərbaycanca 3-4 kəlmə söz, su, çörək, yaxşı sözlərini bilirdi. Deyirdilər ki, hansı dildə olsa bu sözləri öyrənmək hasaddır. Odur ki, Jora su içəndən sonra sağ ol demək əvəzinə yaxşı deyə təşəkkür edirdi. Biz də gülürdük. Düşərgəyə gedən yolda mən Joranı beləcə xatırlayırdım. Axı bu yerlərdən idi. Birdən anam dayan deyə həyəcanla qışqırdı. Şofer diksinib maşını saxladı. Heç nə anlamayaraq anama baxdı. Anam qapını açıb yerə tullandı. Onun sinəsindən boğuq bir səda qopdu. Mitət! Çaşıb qaldım. Şofer geri qandırılıb gülə-gülə dedi: "Papa, papa." Utana-utana sivişib yerə düşdüm. Qarşımda naməlum bir adam durmuşdu. Hündür boylu zabit idi. Çiyinlərində zərli paqonlar, şapkasında, kəmərində ulduzlar parıldayırdı. O yaşarmış gözlərini üzümə zillədi. Yanaqları əsdi. Belindən 2 əlli yapışıb özü bərabərinə qaldırdı. Diqqətlə, həyəcanla baxdı. Sonra da sinəsinə sıxdı. Hıçqırıq boğa-boğa pıçıldadı. "Böyümüsən, ölmədim, gördüm." Atam belə imiş. Təəccüb edirəm. Necə oldusa, lap körpəlik çağlarından gördüklərim birdən-birə yadıma düşdü. Atamla kolxoz idarəsinə getməyimiz, onun idarədəki stolunu, sayğacı şaqıldatmağını, zarafatları, əskərliyə yola salmağımız büsbütün xatirimdə canlandı. Ancaq o əhvalatlar heç bu geyim keçimlə tutmurdu. Yaxından keçən saldatlar sağ əllərini pilotkaya qaldırıb atama salam verirdilər. Atam bizi həmin maşınla düşərgəyə apardı. Bir küncə qısılmışdım. Anam nənəmdən, qonum-qonşudan, iş gücdən, ölü bitəndən yeyin-yeyin, tələsə-tələsə atama nəql edirdi. Atam əlimi öz əlinin içində saxlamışdı. "Böyümüsən, arıqlamısan." Onun fikrinə ayrı şey gələcəyindən qorxurmuş kimi anam dilləndi. "Bu yarıqlığıdır. Çox şükür, güzəranımız pis keçmir." "Hə, necə yaşayırsınız oğlum?" deyə atam məndən xəbər aldı. Nənəmin sözləri yadıma düşdü. "Yaxşıyıq." Gözlərindən görürdüm ki, sözümüzə inanmır. Düşərgədə zabitlərə məxsus otaq çox kiçik idi. Atamın otaq yoldaşları bizimlə görüşəndən sonra harayasa çıxıb getdilər. Anam tez süfrə açdı.
qızardılmış toyuğu, nənəmin çaldığı sapsarı ətirli halvanı, təndir çörəklərini süfrəyə düzdü. Ye, Mitət, dedi. Çoxdan ev çörəyi yeməmisən. Anam sevincdənmi, nədənsə elə kövrəlmişdi ki. Lakin atam süfrəyə əl uzatmır, qəmgin və fikirli baxışlarını bizdən çəkmirdi. Biz elə həmin gün atamla şəhərdə olduq, birgə şəkil çəkdirdik. Fotoqrafa ünvan yazdırıb dönə-dönə tapşırdı. Şəkil hazır olanda göndərərsən. O mənə ayaqqabı və pencək, anam və nənəm üçün hədiyyələr aldı. Axşamın necə düşdüyünü heç sezmədik. Ayrılıq vədəsi yaxınlaşırdı. Atamın qaşları çatılır, üzü tutulurdu. Anam da göz yaşlarını güclə saxlayır, təəssüflə şikayətlənirdi. Axşam nə tez düşdü. Atam tez-tez qol saatına baxır. Vaxt yaxınlaşdıqca anama cürbəcür tapşırıqlar verirdi. Özündən, uşaqlıqdan müğayət ol. Elə qarı xəstələnməsin, yoxsa mən qaydana sağ qalmaz. Məktublarıma tez cavab yaz, hər şeyi yaz, heç nə yadından çıxmasın. Uşağa acı qoyma. Anam başı ilə onun sözlərini təsdiq edirdi. Biz vağzala gələndə artıq hərbi eşalonun yola düşməsinə az qalırdı. Yoldaşları atamın şeylərini düşərgədən gətirmişdilər. Atam eşalona minməzdən qabaq hərbi komendantlarla görüşüb bizi yola salmasını tapşırdı. Bu an zəng vuruldu. Atam anamla görüşüb xudahafizləşdi. Qüvvətli əlləri ilə məni havaya qaldırıb o üz bu üzümdən öpdü. Qolundan saatını açıb boğuq səslə "Qoy məndən yadigar olsun oğlum" dedi. Eşalon tərpəndi. Yavaş-yavaş sürətini artırdı. Az qalırdı ki, atamı aparan vaqonun arxasınca qaçam, atamı buraxmayan. Qatar gözdən itdi. Həmin gecə komendant bizi qatara mindirdi. Yerimiz rahat və isti idi. Anam dinib danışmırdı. Onun üzü süst və donuq idi. Gözləri yol çəkirdi. Ürəyinə damıbmış. Bu bizim atamla son görüşümüz oldu. O vaxtdan neçə illər keçib. Mən böyüyüb atam yaşa çatmışam. 9 yaşlı oğlum var. Lakin o görüş bir anda olsun yadımdan çıxmır. Hər dəfə evə girib divardakı Tbilisidə çəkdirdiyimiz şəkillə üz-üzə gələndə, müharibənin ağır günlərində anamla uzaq səfərimiz bütün təfərrüatı ilə xatirimdə canlanır.